Yəqin ki, bir çoxunuzun Quranın elmi əsaslı ayələrindən xəbəri var. Bəli, Quran astronomiya, biologiya, fizika kitabı deyil, hidayət kitabıdır. Lakin onun ecazkarlıq xüsusiyyətlərindən biri də öz dövründə məlum olmayan elmi mövzuları özündə cəm etməsidir. Məsələn, göylərin genişlənməkdə olması, göylərin bitişib açılması, göyün sütunları, yerin tavanı, yerin beşiyə bənzədilməsi, dağların mismara bənzədilməsi, yerin həcminin azalması, bitkilərin cütləşməsi, dəniz və okeanların dibindəki qaranlıqlar, dolunun necə yaranması, döl və embrionun formalaşması, Fironun cəsədi, Romalıların məğlubiyyət və qalibiyyətini öncədən xəbər vermək, yerin ən aşağı quru səthini dəqiqliklə təsvir etmək, bal arısının füsunkarlığı, hörümçəyin evi, yuxarı qalxdıqca təzyiqin dəyişməsi, küləklərin bitki və buludları barlandırması və sair digər ayələr. Bu ayələr dünyadakı bir sıra alimləri heyrətə gətirib. Bir neçə yüz ildir ki, kəşf edilən məsələlər axı 7-ci əsrdə peyğəmbərlik iddiası edən bir adama necə məlum olub? Quranı 40 dəfə oxuyub ateist olmuşam. Nə bilim, hər gün Quranı məsxərəyə qoyan, yandıran, özünü Marsı kəşf etmiş, ayda obyekt açmış əllamələr görürük. Güya bunlar Qurana vaqif olaraq ateist olublar. Məsələn, belə adamlar obyektiv olsaydı, qərəzli yox, haqq axtarışında olsaydılar, uzaqbaşı deyə bilərdilər ki, elm tərəfindən təsdiq edilən bu qədər məsələlər məni valeh edib. Hələ bunun digər mövzuları da var. Lakin bir sıra ayələr də var ki, mənə çatmır, başa düşmürəm. Düzdür? Sən də deyərdin ki, adam Qurana obyektiv, qərəzsiz yanaşır. Sadəcə başa düşmədiyi, izah tapa bilmədiyi məsələlər var. Bəs niyə belə etmir? Çünki əgər obyektiv olsa, Quranın ecazkar tərəfini qəbul etsə, onda ona çatmayan məsələlər üçün belə deməli olacaq. Bu qədər incə mətləblər olan kitabda filan mövzu mənə çatmırsa, deməli ki, onun bir izahı var. Amma o belə etsə, gərək tamam fərqli insan olsun. Bu isə sərf etmir. Əfələ yətədəbbərunəl Qur'an əm alə qulubin əqfəluhə. Məyər onlar Quranı dərindən düşünmürlərmi? Yoxsa qəlblərinin üzərində qıfıllar var?